Biz bugün sizinlə Excel proqramında ticarət cədvəlinin hesablanmasını keçəcəyik. Ümumiyyətcə, burada hesablama necə aparılır? Baxın, bizdə gördüyünüz kimi məhsullar qeyd olunub. Məhsulların adı, kitab, dəftər, qələm, rəngli karamlar. Burada alış qiymətləri qeyd olunubdur. Alış sayı nə qədər almışıq. Məsələn, kitabı mən toplan 50 dənə almışam deyə 5 manat 60 qəpikdən verilib mənə. Burada isə mən satış qiymətini qeyd etmişəm. Satış olaraq nisbətən daha yüksək qiymət satırıq ki, biz orada nəsə xeyrimiz qalsın. Bir də burada var satış sayı. Məsələn, aylıq satışımız məsələn 50 dənədən 20 dənə məhsul satılıb. İndi biz burada yerdə qalan hissələri tapacağıq. Qalıq, gəlir və qazanc. Biz qalığı tapmaq üçün yazırıq bərabərdir. Qalıq əlimizdə qalan, ambarda qalan məhsul nəzərdə tutulur. Məsələn, məndə nə qədər qalıb? Mən bu ay 50 dənə kitab almışdım və cəmi 20-sini satmışam. Hal-hazırda mənim ambarımda nə qədər qalıb? Mən bu zaman nə edirəm? Alış sayından çıxıram satış sayını. Düsturum biridir. Belədir. Yəni 50-dən 50-nin olduğu xananı seçirəm. Və bura düşür D3. Deyirik ki, niyə ora D3 düşdü? 50 düşmədi. Səbəbi odur ki, 50-nin yerləşdiyi xananın özünə məxsus bir adı var, ünvanı var. Hansı ki, ilk dərsdən keçmişdik. Məsələn, biz 50-nin üzərində dayananda name box hissəsində həmin belə deyək, xananın ünvanı qeyd olunur. Bax, bu xanada dayandığımıza görə D3 xanası. Buna görə bura D3 düşür. Səbəb budur. Məsələn, bu hissədə dayansaq, baxın, F3 düşəcək. Çünki burada F-lə 3-ün kəsişməsi nəticəsində alınıb deyə bu xana adı F3-dür. Ünvanı da F3-dür. Ad, ünvan və yaxud da yer olaraq yadınızda saxlaya bilərsiniz. Qalığı tapında yazıram bərabərdir. 50-nin olduğu xananı seçirəm, D3. Mən bunu əlimlə də klaviaturadan daxil edə bilərəm. Məsələn, yazıram D3. Avtomatik gedir 50-ni seçir. Çıxılsın. Məsələn, əllə yenə daxil edirəm F3. Belə seçməyimiz daha rahatdır. Nəinki klaviaturadan daxil etməyimiz. Yazırıq bərabərdir. 50 çıxılsın 20. Yəni D3 çıxılsın F3. Və enter düyməsini sıxanda bu mənə hesablayır, cavab verir 30 olar. Mən istəyirəm ki, bunları da hesablasın. Artıq mən bunu bir-bir əlimlə bu şəkildə yazıb vaxt itirmirəm. Excel-də belə bir şey yoxdur. Bu formada mənim yazıb vaxt itirməyimə ehtiyac yoxdur. Mən nə edirəm? 30-un olduğu xananın artıq düsturumu yazmışam. Düsturumu digər xanalara tətbiq etmək istəyirəmsə, 30-un olduğu xananın düz küncünə gəlirəm. Qara pulsu gördükdən sonra sol düyməni basılı saxlayıb aşağı doğru sürükləyirəm. Və əlimi sol düymədən çəkəndə görürəm ki, mənim düsturum digərlərinə tətbiq olundu. Baxın, burada D3-dən F3 çıxmışdı. Burada artıq, gəlin baxaq, D4-dən F4 çıxıb. Burada D5-dən F5 çıxıb. Bu şəkildə düsturu digər xanalara tətbiq etmiş olur. Əgər mən yazsaydım ki, əlimlə bərabərdir, 50 çıxılsın 20, özümdən klaviaturadan daxil etsəydim, bu artıq düstur sayılmırdı. Bunu mən klaviaturadan daxil etdiyimə görə bu bütün xanalara tətbiq edəcək. Çünki buradakıyla aidiyyət yoxdur. Mən sadəcə bura 50 çıxılsın 20 yazmışam. Səbəb də budur. Ona görə biz düstur şəklində yazsaq, digər xanalara da tətbiq etməyimiz mümkün olacaq və bu bizdə hesablama daha rahat olacaq. Biz sizə daha rahat bir üsulunu öyrədim. Gəldik bu digər xanalara tətbiq etmək istəyiriksə bu düsturu 30-un olduğu xananı seçdik. Küncündəki qara pulsu görəndə mausun sol düyməsini 2 dəfə tez-tez klikləyirik. Vəssalam, digərlərinə tətbiq olundu. Bu bizim ambarda qalan məhsulumuzdur. Kitabdan 30 dənə qalıb, dəftərdən artıq bitib yeni dəftər sifariş etməliyik. Qələmdən 10 dənə qalıb. Yəni qalan məhsullar qalır və yaxud da azalanlardan yenidən sifariş edə bilirik. Gəldik gəlirə. Gəlir dedikdə bizim bir məhsuldan gələn gəlirimiz başa düşülür. Hansı ki mən kitabı 5 manat 60 qəpiyə almışam, 7 manat 90 qəpiyi satmışam. Bu kitabdan mənə nə qədər gəlir gəlib? Təxmini 2 manat 30 qəpik. Gəlin indi onu tapaq. Yazırıq bərabərdir. Biz necə tapdıq? 7.90-dan 5.60-a çıxdıq. Yəni satış qiymətindən alış qiymətindən çıxırıq. Mən 7.90 olduğu xananı seçirəm. Çıxaq, klaviaturadan çıxaq işarəsi qoyuram. 5.60-ın olduğu xananı seçib enter düyməsini sıxıram. Avtomatik burada mənə gəliri tapır. Pulusu gördüm. 2 dəfə sol düyməni tez-tez sıxıram. Digərlərini də tətbiq etmiş oluram və vaxtdan qazanmış oluram. Gəlirimi də tapdım. Mənə bir kitabdan 2 manat 30 qəpik gəlir gəlibdir. Gəlin qazancı hesablayaq. Bu qazanc deyəndə, yəni bu aylıq mənim nə qədər qazancım qalıb bu kitabdan? Bir kitabda 2 manat 30 qəpikdirsə, cəmi mən bu ay 20 kitab satmışam. Satış sayım çünki burada 20 qeyd olunub. Mən qazancı tapmaq üçün gəliri satış sayına vuracağam. Yazıram bərabərdir. Gəlirin olduğu xananı seçirəm 2.30-u. Vuraq işarəsini qoyuram. Ulduzdur bu arada. Excel-də vuraq işarəsi. Buradan da seçirəm 20-ni, yəni satış sayını. Enter düyməsini sıxıram. 46 manat qazancım oldu kitabdan bu aylıq. Qara pulsu gördüm. Sol düyməni 2 dəfə tez-tez tətbiq edərək
Digər kanallara da mən bu düsturu tətbiq etmiş oluram. Bunu istədiyiniz cədvəlin üzərində tətbiq edə bilərsiniz. İstər məsələn burada ofis ləvazimatlarla bağlı bir cədvəl qurulub, istəyirsiniz orada meyvə tərəvəzdən bağlı yeni bir cədvəl yaradın özünüz üçün baza. Fərqi yoxdur və yaxud da elektronik məhsullarla bağlı, mebel məhsullarla bağlı fərqli-fərqli ümumiyyətcə sahələrdə bu şəkildə hesablama aparmaq mümkündür.